Assalamu alaykum hörmətli görürmənlər. Uyğur Axbarat Mərkəzinin xəbərlər proqramımıza xoş gəldiniz. Mən Muhammed İzzət. Bugün çarşamba. Tövəndəki xəbərlərimizin təfsilatı olsun. Tağırtı xəbər torunun 10-cu ayının 10-cu gündəki xəbərdə bildirilishicha, atılmış Şinjan Uyğur Abdunur Rayonluq Partiya Komitetining sekretari Mashinuri və Abdunur Rayonluq Qorçaq rəisi Erkin Tunis 10-cu ayının 10-cu günü Özbekistan Baş Ministri Aripov və onun vəkilləri bilan Ürümçidə görüşkən. Bir belbaq bir yol və hər iki tərəfin hər sahədəki hər tərəfli həmkarlığını davamlı çonqurlaşdırış, yangi davrdagi Xitoy O'zbekistonning universal strategik sheriklik munosabatini ilgari surish to'g'risida suhbatlashgan. Har ikki taraf yaqin qo'nilda Xitoy bilan O'zbekistonning har qaysi sohadagi o'zaro manfaat yetkazish saviyasining uzluksiz yaxshilanganligini, atalmish Şinjanning O'zbekiston bilan Xitoyning iqtisodiy va savdo hamkorligida muhim rol o'ynaydiganligini o'ttirib qo'yishgan va har qaysi sohada korxonalarning qo'sh yo'nalishlik mablag' selishini zo'r kuch bilan ilgari surib, Xitoy O'zbekiston temir yo'l qurilishini tezlashtirish, qatnash, dehqonchilik va boqimchilik jihatdagi hamkorlikni kengaytirib, Arif, Səhiyyə və yanğın yaraş texnikası qatarlıq sahalardakı həmkarlıqni küçəytib, iki dövlət arasındakı qatnaş transport önəmi və xalq aviasiya transport həmkarlıq səviyyəsini texim yuqarı götürüş to'g'risida muzokara etib bağır. Xitoy xəbər torunu 11 oktyabrdagi xəbər deyilishicha, 10-cu ayının 9-cu günü 2023 yildagi Xitoy millatidan bo'lgan chet el taratqullari atalmish Şinjan sayohat ziyoratini boshlagan. Bu ziyorat chet elda yashaydigan Xitoylar Federatsiyasining yetakchiligida va atalmish Şinjan partiya komiteti tashviqot bo'limining qo'llashi bilan Aqsuda boshlangan. Bu fəaliyyətə Avstraliya, Germaniya, Şvetsiya, Misr, Kanada və Ərəb Birləşmə Xəlifligi qatarlıq 15 dövlətdən kelgan 16 chet eldagi Xitoy taratqullarining və chet eldagi Xitoy münasibətlik mərkəzi axborot vositalarining 6 vəkili qatnaşgan. Chet eldagi Xitoylar Federatsiyasi uchur və aloqa bo'limining mudiri Zu Chichang atalmish Şinjanni taraqqiy qildirishdagi yangi muvaffaqiyatlarni texnik tashviq qilishni xohlaydiganligini bildirib, Millatlar Ittifoqligi, ijtimoiy muqimlik, insoniyat tarixi, rayon madaniyati, tabiiy manzaralar və sayohat madaniyati Millatlar Ittifoqligi to'g'risidagi hikoyalarni chet ellarda davomli kuchab tashviq qildiganligini bildirgan. Bu fəaliyyət chet eldagi Xitoy taratqullarining 3-cü qitim Sharq Turkiston kelishi bo'lib, 7 kunlik safar jarayonida ziyorat guruhi Aqsu rayoni, Korla, Ürümçi qatorliq joylarga berib ziyorat qilib tashviqot etib bordi ekan. Xabarlarimizni ko'rganlarga rahmat. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh, Allohga omonat.